26-cı test. Sabit gərginlik mənbəyinə kondensatorlar bateriyasının hansı nöqtəsinə qoşsaq, mənbəyini qoşsaq, toplanan yükün miqdarı ən böyük olar. Bildiyimiz kimi Q bərabərdir su düsturuna əsaslanacaq. Sabit gərginlik mənbəyi dediyinə görə O'muz konstantdır, Q S ilə düz asılı görünür. Və bizim Q'müzün yükünün miqdarının çox olması üçün ümumi tutumumuz daha çox olmalıdır. Və bilirik ki, tutum nə zaman daha çox olur dövrədə ümumi tutumumuz? Paralellik çox olarsa. Yəni ardıcıllıq nə qədər az olarsa, tutum çoxalar. Çünki ardıcılda biz tərs toplayırıq qiymətləri, bildiyiniz kimi tutumu hesablamaq üçün. Yəni biz elə bir hissələri götürməliyik ki, o hissəyə düşən ardıcıl sayı az olsun. Yəni fikir versəniz, 1-2-ni götürsək, o cavabımız doğru ola bilər və ya 2-3-ü və yaxud da 3-4-ü. Variantlara fikir versəniz, 1-3-ü götürməyi tələb edir, daha doğrusu göstəriş verir bizə bu A variantı. Göründüyü kimi 1-3-ün arasında 2 dənə ardıcıl düşür. Yəni burada artıq biz 1 bölsə plus 1 bölsə yazır. Yəni S bölü 2 olur qiymət. 1-2-ni baxın verilib, 1-2. 1-2 ola bilər cavab olaraq. Çünki niyə? 1-2 arasında bir dənə S düşür. Yəni bir tutum S olur. Öncəki variantda 1-3-ə birləşdirəndə S bölü 2 olur. Əlbəttə ki, S bölü 2-dən böyükdür. 1-4-də hətta 3-ü düşür, S bölü 3 olur. 2-4-də yenə də S bölü 2 olur. 1-4-də S bölü 3-ü qeyd etdik. Bütün hallarda eyni olar, bu yanlışdır. Cavabımız B variantıdır. Çünki ən az ardıcıl sayı düşən hissə 1 və 2-dir. Yəni B variantı. 27-ci testdə isə yükün miqdarı kiçikdir deyir. Eyni düsturda bu səfər S-mizin kiçilməsi, Q-nun kiçilməsi anlamına gəlir. Artıq biz burada digərinə, yəni 26-cı testdən fərqli olaraq araya düşən ardıcıl sayının çox olmasına fikir verməliyik. Çünki ardıcıl sayı nə qədər çox olarsa kondensatorun, bu səfər tərs toplayarıq və qiyməti daha da kiçiltmiş olarıq. O zaman biz götürürük 1 ilə 4 aralığını. Çünki 1-4 aralığında daha çox ardıcıllıq var və bu da S bölü 3 anlamına gəlir. Yəni cavab 1 və 4 olacaq. 28-ci testdə bizdə kondensatorlardakı gərginlər arasında münasibət tələb olunur. Göründüyü kimi paralel birləşmədir. Paralel birləşmədə əsas şərtlərdən biri O'nun konstant olmasıdır. Yəni hər ikisində gərginlik qiyməti eyni olmalıdır. Məsələn, bunda 10 voltsa, bunda da 10 volt olur və o da Y variantı olar. 29-cu test amma fikir versəniz, paralellik deyil, ardıcıllıqdır. Ardıcılda şərtimiz Q konstantdır. Q konstant olanda S bərabərdir Q bölü U düsturuna görə onunla S göründüyü kimi tərsdir. Yəni hansının S'si böyükdürsə, onun O'su kiçik olacaq və ya hansının S'si kiçiksə, O'su böyük olacaq. Baxın, ikinci hissənin S'si kiçik olduğuna görə O'su daha çoxdur. Böyük olanda öndə yazılır. Yəni U2 bərabərdir 4, U1 olaraq qeyd olunacaq. Yəni D variantı.